Gələn il Ümumdünya Ətraf Mühit Günü tədbirinə Azərbaycan ev sahibliyi edəcək. Koreya Respublikasında keçirilən tədbirdə estafet Azərbaycana rəsmən ötürülüb. Beləliklə, BMT-nin Ətraf Mühit proqramı ilə birgə tədbirin təşkili prosesinə start verilib. Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Umayra Tağıyeva bildirib ki, 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü ərəfəsində Azərbaycan beynəlxalq ictimaiyyətin birgə hissələrinə öz töhfəsini verməyə və icmaların yaradılmasına şərait yaradan həlləri təşviq etməyə hazırdır. Keçən il Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə COP29-a uğurla ev sahibliyi edib. Biz COP29-un sədri olaraq bu irsə əsaslanan ambisiyaların artırılması və fəaliyyətə şərait yaradılması üçün platforma təqdim edirik. Yeni Bakı maliyyə məqsədi və Paris sazişinin 6-cı maddəsi çərçivəsində əməkdaşlıq iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə töhfə verəcək. COP29-da həmçinin şəhərlərin iqlimlə mübarizədə ətraf mühitin mühafizəsi həllərində əsas rolu vurğulanıb.